Ümumiyyətlə, sələfilik və vəhhabilik eyni şeydirmi, yoxsa fərqli şeylərdir? Bəziləri uzaq ehtimal yaxud xəyali yanaşma elə deyiblər ki, sələfilik elə vəhhabilik deməkdir. Bunu biz televiziyalarda da, çıxışlarda da, yazılarda da açıq görürük ki, orada da sələfilik və vəhhabilik eyni mənada işlədilir. Əzizlərim, bir cümlə ilə deyim, sələfilik Quran və sünnəni anlamaqda bir metoddur. Məsələn, necə biz əxbarilik, üsullik deyirik, bu da eyni tərzdə bir metoddur. Amma vəhhabilik metod deyil. Vəhhabilik İbn Teymiyyə tərəfindən əsasları qoyulmuş, Məhəmməd İbn Əbdülvəhhab tərəfindən yayılmış bir məktəbdir. Yalnız bir üsul metod deyil. Çünki vəhhabilik bu məktəbi qəbul etməyən hər kəsi kafir və azğın sayır. Əgər vəhhabilik sələfilik ilə eynidirsə və sələfilik də vəhhabilik ilə bərabərdirsə, o halda gərək bu iki qrup bir əsasda həmrəy müttəfiq olsunlar. Halbuki vəhhabilər bir çox sələfiləri kafir və azğın sayırlar. Bunun şahidi kimi bəzi cümlələri oxuyacağam. Məsələn, əşərilər sələfilərdəndirlər. Əşərilər Mü'təzilənin müqabilində dayanır və əhl-i sünnə vəl cəmaatın bir qoludur. Lakin vəhhabilər deyirlər ki, bunlar azğındırlar, əhl-i sünnədən deyirlər. Halbuki əşərilər deyirlər ki, biz əhl-i sünnə vəl cəmaatıq, biz sələfin metoduna etiqad bəsləyirik. Lakin vəhhabilər deyir ki, xeyr, siz sələf metodunda deyilsiniz. Əzizlərim, indi mən bəzi mətləblərə işarə edəcəyim ki, qardaşlar istəsələr baxsınlar. Məsələn, Əllamə Albaninin Metodoloji fətvalar, sələfilik haqqında suallar adlı kitabında təxminən 120 səhifəlidir. Sələfi cərəyanından danışır. Orada 41-ci səhifədə belə deyilir. Quran və sünnə sələf-i salihin, yəni səhabə, tabiin və onların davamçılarının metoduna uyğun başa düşülməlidir. Yəni səhabələrin, tabeinlərin və onların ardıcılları, yəni bu ilk 3 nəsildən bizə gəlib çatan Quran və sünnə barəsindəki anlayışları bizim üçün dəlildir. Bu anlayış elə Əhl-i Beyt məktəbinin davamçılarında da var. Bizdə də deyilir ki, ilk 3-4 nəsil, yəni imamların əshabı, onların tələbələri və s. dinin əsaslarını necə başa düşüblərsə, bu bizim üçün dəlildir. Ona görə də bizdə icma dəlil sayılır. Əgər belə olmasaydı, icma nəyə görə dəlil olardı? Əgər yadınızdadırsa, Seyyid Sədr demişdi, icmanın dəyəri 4-cü əsrin sonuna qədər idi. Ondan sonra gələnlərin icması və məşhurluğu dəyər daşımır. Eyni fikir burada da görünür. Sonra Albani bura çatır və təkfirçilər haqqında danışmağa başlayır. Sonra bu dövrün xəvaricinə qarşı sərt sözlər deyir. Əzizlər, kimdir bu zamanın xəvarici? Müsəlmanların kafir olduğuna hökm verib öldürənlərdir. Bu çıxışlarına görə Albani Səudiyyədən çıxarıldı. Ona dedilər, sən nə danışırsan? Sən vəhhabi deyilsən. Doğrudan da o vəhhabi deyildi. O, Məhəmməd ibn Əbdülvəhhaba inanmazdı. Baxmayaraq ki, o tam mənada sələfi idi. O, özünü elmi sələfilik tərəfdarı adlandırırdı. Bugün Səudiyyə Ərəbistanında da elmi sələfilik adlanan bir cərəyan meydana çıxıb. Onlar vəhhabilərin arasında onları elmi sələfiliyə dəvət edirlər. Təkfirçi sələfiliyə yox. Təkfirçi sələfiliyin əsasını isə İbn Teymiyyə qoyub. Albani öz kitabında belə yazır. Mən bu firqədən çox insanla qarşılaşdım. Son səfərlərimdən birində onların rəhbərlərindən biri ilə mübahisə etdim. O açıq şəkildə dedi. Bir ayənin təfsiri onlarla səhabədən nəql olunsa belə mənim üçün dəlil deyil. Yəni mən yalnız Quran və sünnəyə baxıram. Səhabələrin başa düşdüyü, onların ictihadı mənə dəlil deyil. Bu birinci nümunə idi, əzizlərim. İndi ikinci nümunə. Kitabın adı Məxluqatın Rəbbinin kəlamı barədə sələfilik əqidəsi. Müəllifi Abdullah bin Yusifdir. Nəşriyyat isə Ər-Rəyyan müəssisəsi. Orada 36-cı səhifədə belə deyilir. Səhabələrin inanc və hökmlərdə sələf yolu
ən doğru yoldur. O ən ədalətli, ən bilikli, ən müdrik və ən sağlam yoldur. Bu elə bir məsələdir ki, kim bu yoldan çıxarsa, onun nəticəsində ya yeni bir fiqh sistemi, ya da yeni bir əqidə sistemi qurmaq zərurəti yaranır. Bu ikinci mənbədən gətirilən nümunə idi. Bəs Vəhhabilər kimlərdir? Əzizlər, Vəhhabilik metod və üslub deyil, bir fikir düşüncə məktəbidir. Onun öz əqidə sistemi, fiqh sistemi və sair strukturu var. Əzizlərim, Vəhhabilik İbn Teymiyyənin fikir məktəbidir. Məhəmməd ibn Əbdülvəhhabın yox. Mən dəfələrlə demişəm, Məhəmməd ibn Əbdülvəhhab yalnız İbn Teymiyyənin əsaslarını dirçəldən şəxs olmuşdu.